Əgər izah saat 10-dan gec olsa, saat 10-da kimin hazırlığı varsa çıxa bilər. Saat 10-da amma 10 tamamla tez xeyr. Bir dəqiqə. 28-ci suala baxaq. En üstü n-dir. Bizim i-nin başlanğıc qiyməti uşaqlar. Burada 1 abi ki, bir dənə də 1 var da, 1-in kvadratı yazmıyıq. Onda i-nin başlanğıc qiyməti 1-dir. Hər dəfə nə qədər artıq? 1-1. N istifadəçi daxil etdi. İstifadəçi daxil etdi. Düşdü aşağı. İ-yə qiymət verdi nə? 1 verdi. S-ə verdi 0. Sonra nəyə qiymət verəcək? Hələ ki bilmirəm. Nəysə. Hə, bir də mənfi müsbət söhbətinə görə K-ya. Mənfi 1 ilə başladığına görə başlanğıc qiymətdə mənfi 1 verirəm. Düşürəm aşağı. Şərti qururam. Birinci və sonuncu arasında. Birinciyə dedik ki, i. Birinci və sonuncu arasında şərt qurulur. Birinci və sonuncu arasında şərti qurdum. Sonra düşürəm aşağı, hədə izah verirəm. Hədə hesablayır. Nəyi hesablayacaq? S bərabərdir. S üstə gəlinsin. Sonra bunu yazıram. Birinci yazıram. K vurulsun. K vurulsun. Bunu da mörtəzdə yazıram ki, hər dəfə gələrdi üst-üstə. Rahat olsun deyə. 1 bölünsün nəyə? 1 böl. Yuxarıda hamısı zaten 1. İndi bunu çarpaz yazmaq lazımdır. 1 bölünsün i-nin üzərində də hər dəfə özü olduğuna görə i üstü i-yə. Gəlirəm, i-ni artırıram nə qədər? I bərabərdir, i üstə gəlinsin 1, i 1 artır. Bir də k bərabərdir, mənfi k. Qalxır yuxarı. Deməli, bəli, sən orada k-nı nəzərə almamışdın. Çapa s-i veririk. Çapa s geçsin. 29-cu sual. Uşaqlar, əslində biz bu 29-cu sualda istənilən sayda siyahı yaratmağı öyrənmişdik. Necə öyrənmişdik? Bax, bu bizim boş bir siyahıya istədiyimiz qədər element əlavə etmək. N bərabərdir, int input. Da proqramda yazmıram, burada yazacağım. Int input. Bunu yazdım, boş bir dənə siyahı götürürüm. 5 yaz. Necə yazırdıq, yaradırdıq şeyi? Yazıram for i in range. Hardan hara qədər geçsin? Birdən başlasın, n plus 1-ə qədər. Yəni sayı qədər şey əlavə etsin. İndi əlavə etməyə də yazıram ki, x bərabərdir, x-lə də əlavə edir deyə int input. İstifadəçi ürəyi istədiyi qədər ədəd daxil edəcək, yəni nə qədər istəsin. Və bu x ədədin B siyahısını əlavə etsin. B nöqtə əlavə etmək nə idi? Append x əlavə et. Bax, bizim bu hissəsi istədiyimiz qədər, istənilən sayda siyahı yaratmaq idi. Siyahı yaratmaq, siyahını yaratdıq. İstifadəçi 5 dənə elementdən istəsə, 5 dənə elementdən siyah yaradacaq, 10 dənə elementdən istəsə, 10 dənə. Siyahının yaradılması ilki vaxt buradadır. Neçə elementi təyin edirik? Burada da həmin elementləri daxil edirik. Sonra minimum və maksimum deyir. Minimum və maksimum çox rahatlıqla yaza bilərəm. Yazaram minimum bərabərdir, minimum B. Maksimum da bərabərdir. Nəyə? Daha doğrusu burada şey olaraq istifadə etdim. Burada m bərabərdir minimum b. Mx də bərabərdir. Dəyişənin adıdır mx. Maksimum b. Ən böyük və ən kiçik elementi götürdüm. Sonra bunları toplayıram. Görüm hansı t dəyişəni götürməmişəm. T bərabərdir. M üstə gəlsin mx. Bu t'də bunları topladım. Topladıqdan sonra bax, bizim üçün minimum və maksimum elementin tapılması budur. Minimum, maksimum elementin tapılması. Sonra da ədədin sadə olub olmadığını necə tapırdıq? Bax, heç qoyuram qıraqdan. Yazıram for, sadə olub. I in range. 2-dən başlasın t-yə qədər. T-nin özünə zaten bölməyəcək. Neyinirdik hər dəfə? Məsələn, onun sadə olub olmadığı necə tapırdıq? Onu bölürdük 1-ə, 2-yə, 3-ə, 4-ə, 5-ə, 6-ya, 7-yə, 8-ə, 9-a. Daha doğrusu 2-dən yuxarı hamısına da mən buradan 2-dən başlamışam. Deyirəm ki, əgər həmin bu 10-u, 10 nədir? T-nin yerini almışam. Deyirəm ki, t-ni böləndə özünə qədər. Hardan? i-dən başlayacaq. Qala 0-a bərabərdirsə, uşaqlar, burada bir dənə də say götürməli idim. Buraya yazıram. Say bərabərdir. Elə nəyə? 0-a. Sayın üstünə gəlsin hər dəfə 1. Əgər bu say bərabərdir, say üstə gəlsin 1. Əgər bu sayın sonra bu dövrdə bitdikdən sonra, bax, bu sadə olub olmadığını tapmaq üçündür. Sadə olub olmadığını tapmaq üçün. Əslində biz bunların hər birini ayrı-ayrıqda çox-çoxlu müzakirə etmişik. Sonda da buradan təzdən yoxlayıram ki, əgər say 0-a bərabərdirsə, 0-a bərabərdirsə. Deməli, bunun bölənləri yoxdur. Yəni, ona qədər heç nəyə bilməyim. Onda printdə bu yazsın ki, bu sadədədir. Sadədir.
Yəni yes yazsın. Əks halda yazsın nə? Printdə sadə deyil. Nə bilim, yox yazsın. Yazıram sadə deyil. Mürəkkəb həyat. Sadə və mürəkkəb deyil. Yoxsa sadə olmadı. Hə də sadə deyil. Aysa. Всё. Bu da belə. Bax, sadəcə mənim üçün bir neçə dənə hissəni verib onları birləşdirdim. Əlavə heç nə vermədim. Bu isə daha rahatdır. A bərabərdir inputla daxil edin. Biz bunu siyahıya çevirib reversi ilə tərsinə verə bilərdik də. Çox rahatdır. Siyahıya necə çevirəcəm? Yazıram B bərabərdir A nöqtə split. Split vasitəsilə parçalasın. Nəyə görə parçalasın? Boşluğa görə parçalasın. Ortasındakı boşluğa görə. Parçaladıqdan sonra reverse eləsin, tərsinə düşsün. Reverse. Reverse etdikdə printlə çapa bilər. Məsələn, B-ni çapa versək uşaqlar, bu bunu belə çapa verəcək. Hello, dırnaqda da Word. Amma qapalı mörkəsi ilə. Amma mənə bu cür lazım deyil. İstəyirəm birləşsin, yəni. Bax, sırf bu cür çıxsın. İstəyir kim? Onda nə edirdik? Join-lə. Deyirəm ki, join birləşdirsin nəyə görə? Bu boşluğa görə birləşdirsin. Çapa join-ə verəcək. Belə. Zəhmət olmasa düzlərinizi mesaj bölməsində qeyd edin. Firuz, sən də dərsli ol. Sual verəcəm indi sən. Həm dərsimi örgəməyib, həm deyir şeydir. Birinci suala baxıram. 14. Ayıb olsun, yəni getməyin o şeyə yaraşır. Mesaj bölməsində yazın. Neçə düz yazıbsınız? 20 düz yazıb Sveta. Əladır. Əsibov 20-dir, İsmail 21-dir. 25 Nurcan. 30 yazan yoxdur. 29 Türkçənə yazıb. Oqtay 18 yazıb. Oqtay qaldırmışsan yavaş-yavaş. Bir həftə zatlıda qoşulursan, 2 həftədir. Ondan 11-dən 18-ə qalmışsan. İlker bu. İlker bilmirəm, hər dəfə nəyə səhvə yol verir. Ramiz 13. Ramizlə 3-cü dərsimizdir. Rəna 24. Ay Rəna, niyə bu qədər 24 qapalı? 3 dənə 27. Açıqlarla bir yerdə 27 eləyəcək. Yenə 3 dənə səhvə yol verirmişsən. Nəysə, burada inputa ilk olaraq 10 daxil edirəm, düşür. 10 deyir ki, 1-dən böyükdür, deyirəm, hə, düşdü. Onu k-ya bölür. 10 2-yə böləndə qalıq 0-a bərabərdir, hə. M fərqlidir k-dan, M-in qiyməti 0, 2-dən fərqlidir, hə, M bərabər olsun k-ya. Onda k-nın qiyməti nə idi bizdə? 2. M 2-yə bərabər oldu. Elə çapa da 2 getdi. Buradan çapa verdim. N bərabərdir, N bölünsün k. N-in qiyməti bizdə 10-dur. Onu k-ya böləndə, yəni 2-yə böləndə, k-nın qiyməti 2-dir, hə. 2-yə böləndə necə düşəcək? 5. Qalxdı yuxarı. 5 1-dən böyükdə. 5-i k-ya böləndə k neçədir bizdə? 2. 5-i 2-yə böləndə qalaq 0-a bərabərdir? Yox. Onda LC-yə keçəcək. K olacaq 3. N-in qiyməti dəyişməyib də, düzdür. 5-i 3-ə böləndə qalaq 0-a bərabərdir? Yox. Onda düşdü aşağı. K oldu neçə? Bu arada burada K olmuşdu 3. Burada da K oldu neçə? 4. Sonra yenə qalxdı yuxarı. N hərfi 5'dir. 5'i dəyişməyib. 5 1-dən böyükdür. Yox. Yenə 5'i K-ya böləcək. 5'i 4-ə böləndə qalıq 0-a bərabərdir. Yox. Ən sonunda K oldu 5. 5'i 5'ə böləndə yenə şərt doğrudur. Hə? 5'i 5'ə böləndə qalıq 0-dan bərabərdir. Hə? M fərqlidir K-dan. M-in qiyməti bizdə 2-dir. K neçədir? K 5'dir. Fərqlidir. Hə? M olsun 5'ə bərabər olsun. Sonra printdə bu 5'i də çap elədi. Sonra n-i bölür k-ya. N-in qiyməti 5'dir. 5'i 5'ə böləndə 1 düşür. 1 1-dən böyükdür. Yox. Deməli, burada 2 ilə 5'i çap elədi. Bölənlərin sayır yox. 2-nin qüvvəti olması deyil. Müxtəlif sadə vurğularını tapır. Ədədin müxtəlif sadə vurğularını tapır. İkinci sualı həmişə biz blok sxem şəklində verirdi. Proqramın qururduq ya da ki, elə 28-ci sual. İndi burada bunu bizə bu cür verib də, düzdür. Şəlalə, mənə kömək eləyirsən. N-in qiyməti 3-dür. I alacaq ancaq 1 və N-in qiyməti 2 idi. Ay, hə. 2 idi, üstünə bir gəlində 3 elədir də, düzdür. I-nin ancaq birinci və ikinci qiymətini hesablayacaq. Başqa heç bir şey hesablayırıq mı? Yox. Hesablayaq Şəlalə. 1 çıxılsın, S-in qiyməti nədir? 1, vurulsun I-nin qiyməti 1-dir, vurulsun I üstə gəlsin 1, 2,
Vurulsun K-da -1-ə də. Neçə verəcək bura bizə? 3. Mənfi müsbət getdi. 1, 2. Biri 1-ə vuranda 1, 2-yə burada 2-yə vurdu. 2, bura verdi bizə 2, birdən ikisini çıxdı. Mənfi dəqiq 3 verir. 3 vermir axı, bura düzgün yazsın bir. Orada mən mənfi də var. Axırda. Axırda bu vurur -1-ə, hə. -1-ə vurur. Hə, 3. Keçdi bura. S-in qiyməti oldu 3. 3 çıxılsın təzdən. 3 vurulsun i. 2 vurulsun. 2-nin üstünə 1 gələndə 3. Bu dəfə mənfi artıq K olacaq. Bir day bunu yazmıram. İndi neçə verəcək bizə? 6, 9, -15. -15. Dəqiq. Hə. Hı -hı. İ-nin ala biləcəyi qiymət var, yoxdur və bizdə də S çapa gedir, elə olacaq -15. Simvolların sayı 8 olan 8 dənə simvolumuz var. 1, 2, 3, 4, 5, 6, 7, 8. Əlifbada neçə sayı 8 olan əlifbada neçə 5 simvolun müxtəlif sətr yaratmaq olur? Hər birinə də yazıram 5. Hər birinə yazıram 5. Neçə dənədir? 8 dənə. 5 var. 8 üstü olacaq nə? 5. 1, 2, 3, 4, 5, 6, 5 üstü 8 verəcək bizə. 8 üstü 5 niyə verdi? Neyse səhv yazdıq. Simvolların sayı 8 olan əlifbada neçə 5 simvollu müxtəlif sətr yaratmaq olar? Mən tərsini oxuyuram. Deyir ki, simvolun sayı 8 olan 5 simvollu. 1, 2, 3, 4, 5. 5 simvollu. Deməli, əlifbadakı simvolların sayı 8-dir. Bu da eləyəcək 8 üstü 5. Namik 4-cü sualın şeyində mənə hansı düsturla hesablayacaq? Sürətlidir. A vurur olsun da 24. Ay sağ ol. Həcm bərabərdir. A vurulsun, B vurulsun, N. RGB-də neçə bitdi? 24. Aha, 2 üstü 10 vurulsun, 2 üstü 11 vurulsun 24. Həcmini megabaytla tapırdım, bölürəm 2 üstü 23-ə. 21 getdi. Burada aşağıda qaldı 2 üstü 2, yəni 4. 24 də 4-ə böləndə 8. Düzdür? Yox. 24 4-ə böləndə 8 düşür, ay millət. Yox məncə, yadımdan da çıxdı. Alt F4-ünü 24 eləmir, bir nəfər də demir. Ki, ay müəllimə, səhv elədiniz. Cavab B variantıdır. YouTube atacağım, kimsə yazacaqdı. Müəllimə, səhv eləmişsiniz. Qırmızı ilə işarəliyim. Cavab B-dir, B. Onluq say sistemində verilmiş Türkanə mənə kömək elə. 16 üstü 16. Bununla bir işimiz yoxdur. Düzdür Türkanə? 256-nı 2 üstü 8 kimi yazıb 3 yaza bilərəm. 16 Hə, 16 üstü neçə kimi? 2-ni də çevirəndə 6. Düzdür? Burada da 49-u da parçalayanda 3 vurulsun 16 üstü 1. Düzdür? Üstünə də gəlirik nəyi? Burada toplamadı. Aha, 1 vurulsun 16 üstü 0. Bizlərdə bir neçə rəqəmlədətdir uşaqlar. Biz əslində öyrənmişik ki, ən böyük dərəcənin üstünə 1 gələndə rəqəmlərin sayını alırıq da, neçə rəqəmli ədəd olduğunu alırıq. Amma belə də yaza bilərik. 16 üstü 16-nın qiyməti var, düzdür? Nədir? Yoxdursa 1-dir. 16 üstü 15 yoxdur, 14 yoxdur, 13, 12, 11, 10, 9, 8, 7, 6 var, 1-dir. 5, 4, 3, 2, 16 üstü 1 var, 16 üstü 0 da var və 16 sayısında bu ədəd budur. Sistem proqram təminatını seçin. ScanDisk sistemdir, utilitlər sistemdir, mətn redaktoru tətbiqidir, qrafik redaktoru tətbiqidir, Python proqramlaşdırmadır, əməliyyat sistemi də sistemdir. 1, 2, 6, 1, 2, 6, 1, 2, 6. Mən burada gözüm görmür, uşaqlar. Gözlərim tutulur. Daxili yaddaş qurğularını seçin. Daxili yaddaş qurğuların hər biri harada yerləşir?
Anaplatanın üzərində yerləşir. Yadımızda saxlayırıq. Keş yaddaş, daxili yaddaş qurğusudur. Sonra RAM daxili yaddaş qurğusudur, ROM daxili yaddaş qurğusudur. Bunun burada yəqin ki, flash yaddaş, ROM-un dəyişdirilmiş forması. Əslində bu da daxili yaddaş gedir. Nəysə, 1, 3, 4. C variantı. Cavab da C çıxmışdı deyəsən. Buna prosto diqqət yetirməyiblər. A1 ilə B1-i toplayır. A1 ilə B1 elədi neçə? 7. A1 ilə C1-i toplayır. 3 ilə 5-i topladı. 8. C1 ilə D1-i topladı. 11. B2 ilə D1-i topladı. B2 ilə D1 neçə elədi? 8, 6, 14. A variantına baxıram. Bu təxmini olaraq 7-dir. İkinci 8-dir, düzdür. Üçüncü 11 olmalıdır. Ondan sonra da 11-dir. Dördüncüsü də 14. Elə cavab olacaq A variantı. Heç digərlərinə baxmayın. Sonra qarşıq istinad nədir? Həm nisbi, həm də ki, mütləq xananın birləşməsi bizə nə verir? Qarşıq xana verir. Məsələn, dollar A2 bu qarşıqdır. Və yaxud da ki, B dollar 8 bu da qarşıqdır. Hər ikisinin qarşısında dollar varsa mütləqdir, heç birinin qarşısında dollar yoxdursa nisbidir. Dir xanaları, bax, burada var qarşıq xana, burada var qarşıq xana. Bu mütləqdir, nisbidir. Burada. Deməli, cavab oldu ancaq 1 ilə 2, yəni A1 ilə A2. Cavab Y variantı. Mətn redaktorunda belə bir ifadəmiz var. Kursor H simvoluna sonra yerləşir. H-dan, buradan sonra yerləşir. Kursor 2 mövqe sola, sola keçirirəmsə 1, 2. T ilə onun arasına gəlib düşəcək. Ayağım ağrıdı. Sonra 4 dəfə bəskviyeci bastı. 1, 2, 3, 4. Bu getdi. Sonra 2 mövqe sağa keçirir kursoru. Yenə TH bax, bura gəldi. Kursor bura gəldi. Burada da 4 dəfə delete basır. 1, 2, 3, 4. Yerdə qaldı TH. TH hardadır? C variantında. 120 müəllim var, 100 şagird var. Şagirdin adı var, soyadı var. Atasının adı, təvəllüd, təhsil, cins, boy, uzunluğu, qan qrupu. Deyir, hansı sahə? Sahə nədir? Sütun. Sütunların sayı da biz başlıqlarla təyin edirik. 1 dənə, 2 dənə, 3, 4, 5, 6, boy uzunluğu 7, qan qrupu 8-ə. Desəydi neçə dənə yazı var? Yazı nədir? Sətirdir. Deyəcəkdim 120 ilə 100-ü toplayacaqdım. Deyəcəkdim 220 dənə yazı və yaxud da ki, sətir var. Adı T ilə başlayanlar. T ilə başlayanlar hansılardır? Adı T ilə başlayanlar. 4-dən 5. Və sizdən bir yerdə yoxlayacaqdım. 1-2 dənənizdə sual verdim. 4-dən 5. Or, vaxta görə vermirəm sual, indi verərəm birazdan yenə. Or, soyadı H-la başlayanlar. Soyadı H-la başlayan 3-dür. Başqa var 6-dır. Zəhmət olmasa sizdə baxın da uşaqlar. Bu aralar 3, 6, hə. Bizə or nədir? Birləşmə. Bizə nə verəcək? 3, 4, 5, 6, 6. Bu option mürtəzəni sonda not eləyəcək. Notu ona görə saxlayıram. Əldə eləyirəm. Sonra gedib buradakı mürtəzənin içərisini eləyirəm. İnformatikası 90-dan böyük olan. İnformatikası 90-dan böyük olan 1-dir, 2-dir və 6-dır. Daha doğrusu 5 də var. 5, 6, 92 var axı burada. Fizikası da 90-dan böyük olanlar. Fizikası 90-dan böyük olan 3-dür, 5-dir, 6-dır. Başqa var? 3, 5, 6. Məncə yoxdur. Ən kəsişmədir. Kəsişməsi bizə nə verəcək? 5, 6-nı. 5, 6. Bu 5, 6-nı gətirib burada da kəsişdirirəm. 5, 6. Bura belə bizə verir 5, 6. Option mürtəzənin qarşısında da not olduğuna görə bunun 5, 6-nı inkar edir, yerdə qalanları götürür. Yəni 5, 6-nı inkar edəndə yerdə qalacaq 1, 2, 3, 4. 1, 2, 3, 4. 12 A variantı. Belə bir dostlar var. Neynirlər bu dostlar? Kamil, görüm o bir tərəf var, yoxdur, elə buradaymış. Hə. Deməli, Ramil, Rəsul, Kamran, Amil. Deməli, Ramil, Rəsul, Kamran, bir də Amil. İkisi eyni fakültədə olmaqla riyaziyyat, kimya və informatikada təhsil alırlar. Amillə eyni fakültədə oxumur. Amillə nə? Kim? Ramil. Bu ikisi eyni fakültədə oxumur. Aha. Kamran kimya fakültəsində oxumur. Kamran kimyada oxumur. Aha. Və informatikada fakültəsində oxuyanla da eyni fakültədə deyil. Deməli, Kamran nə informatikadır, nə də ki, kimyada. Onda Kamran nə qaldı? Riyaziyyat. Okay. Rəsul riyaziyyat fakültəsində oxuyur. Rəsul da riyaziyyatda oxuyur.
Rəsul riyaziyyatda oxuyur. Eyni fakültədə oxuyanların adlarını tapın. Elə iki dənəsi. Riyaziyyat ikisində idik. Rəsulla kim idi bu? Kamran. Rəsul Kamran riyaziyyatda oxuyur. Cavabda yoxdur ki heç. Var. C. 14-cü suala baxıram. Qonşuluq matrisində dövrələrin sayı. Uşaqlar, mən bu dövrənin sayını çəkməliyəm. Ümid edirəm ki, kimsə sayıb bu dövrələri və mənə deyəcək, mən də yazacağam. Beləliklə, mən də çox qəşəng, çox sürətli izah vermiş olacağım. Neyse, çəkək. A-dan B-yə yol var, A-dan C-yə yol var və A-dan Y-yə yol var. Sonra B-dən A-ya yol var, B-dən C-yə yol var, B-dən D-yə yol var. Burada bir dənə D olsun, B-dən D-yə yol var. Qurtardı. C-dən A-ya, C-dən B-yə, C-dən Y-yə yol var. Bu da belədir. Y-dən A-ya yol var, Y-dən C-yə yol var, Y-dən D-yə yol var. Bəncə düz çəkdim. Düz çəkdim ki, gənclər. Okey. A, B, D, Y dövrəsi. Sonra A, C, Y dövrəsi. A, B, C dövrəsi. Sonra A, B, D, C dövrəsi. C, B. Gəldi, qurtardı. Bax, ofşu bunu götürdüm. Sonra A, C'ni götürdüm. Bunu götürdüm. Ofşu bunu belə götürdüm. Hə, bunu götürmədim. A, B, C, Y dövrəsi. Neçədən oldu? 1, 2, 3, 4, 5. Sonra B ilə başlayanda B, C, Y, D dövrəsi. 6. Sonra nə qaldı? 6 başqa varmı? Buranı götürdüm. A, B, C, Y. A, B, C'yi götürməmişəm. Götürmüşəm. Gənclər, qaldı mı dövrə? Rayana. Görmürəm mən. Hansı qaldı? Bax, bunu elədim. 2. Opşi 3. Sonra bura özü belə 4. B, C, Y, D, B, C, Y, D. 1, 2, 3, 4. Sonra yarısı 5. Başqa görmürəm axı. Var. Mən 6 dənə sayıram vallahi billahi. Burası idi. Var mı başqa? Mən görmürəm axı. Deməli, bu A, C, Y, D. Belə də düzdür. Belə. Belə. Bir dənə də dövrə bu. 7 dənə. Vallahi billahi heç dövrə sayacaq qədər şey deyil. 15-ci sual. Nə qədər asan, nə şey asan sual. Qraf şeydə keçmişik də bu sual. Canım çocuklarım bu nə deyir? Deyir ki, Türkiyə, Hindistan, bir də Azərbaycan. Üçünün kəsişməsi 20-dir. Hindistanla Azərbaycanın kəsişməsi, Hindistanla Azərbaycan 40-dır. 20-si buradadır, 20 bura düşdü. Türkiyə ilə Azərbaycanın kəsişməsi, 20-dir, bura onda 0-dır. Azərbaycan ofşu nə qədərdir? 120-dir, 120-dir. 40-ı burada 80. Uşaqlar, bunların ofşu cəmi 230-dur. Məndən soruşur, bax, bu ikisinin birləşməsi. Buranı soruşur, buranı soruşur. Olar ki, mən 230-dan bu 80-i götürüm, yerdə qalanda bu olsun. Qalacaq nə? 150. A variantı. Heç digərlərinə getməyə ehtiyacım yox. İmtahan bal HTML kodunu müəyyən. Border, okey deyil. A variantına baş. TR-lər sətirlərdir. Bir dənə sətir, neçə sətirimiz var? 2 dənə. 2, 3 dənə daha olsa kimyada var burada.
Teri açıldı, bağlandı. Burada bağlanır, bu açılır, bu da bağlanır. İki dənə sütun var. Hamısında iki dənə sütun var TH-da. Bunun heç biri güya qalındı. Vallahi hamısı bir-birinə oxşayır, neysə. TH-da imtahanın altından xətt çəkilib, U ilə altından xətt çəkilib. Düzdür? Bal sözündə heç bir şey yoxdur, düzdür. İnformatika düzdür, bal 100-dür və qalındı. Hamısı boldlandı. Hə, bunlar boldla yazılıb deyən belədir. Okey. Bu boldla yazılmayıb birinci sütundur. Birinci sütun TH-la veriləndə qalın yazır, axı TD ilə veriləndə daha incə yazılır. Amma TD ilə versə də altından qalın yazılır. İnformatika 100, kimya 69. Elə cavab A variantıdır. Yerlərinə baxmıram. Burada məsələn B variantında italik yazılır. 7. 17-ci suala baxıram. 117 3-dən böyükdür. 117. Şərt doğrudur, deyirəm, hə. B bərabərdir. 117-ni 5-ə böləndə tam hissə nə qədər? Qalıq daha doğrusu nə qədər düşəcək? Çıxın, çıxın. Hamı çıxdı. Hamı demədim. Dərsi olanlar dedim. Namik, sənin dərsin yoxdur. 110. Lanet soruyorum. Kimdir mən çıxa bilərəm deyə? Leyla. Dersin var Hə, mı? get sən. 117-ni 5-ə Hə. böləndə qalıq nə qədər düşdü? 2. B-nin qiyməti oldu 2. N bərabərdir. 117-ni 5-ə böləndə tam hissə 23. S də olacaq 1. Qalxdı yuxarı 117, daha doğrusu B-ni. Şərt doğrudur. B-nin qiyməti doğru deyil, axı şərt doğrudur. Hə. B bərabərdir. N-ni bölür 5-ə. N-in qiyməti nədir? Bizdə 23. 23-ü 5-ə böləndə qalır. Üst düşdü bu dəfə. N də bərabər olacaq. 23-ü 5-ə böləndə tam hissə nə olacaq? 4. 4 də 5-in 20 eləmir. S oldu 2. Sonra tezdən qalxdı yuxarı. Yenə şərt doğrudur. Deyirəm, doğrudur. N-in qiyməti nə qədərdir? N-in qiyməti 4. 4-ü 5-ə böləndə qalır. 4 oldu. N olacaq neçə? 4-ü 5-ə böləndə tam hissə 0 olacaq. S olacaq 3. Qalxdı bir də yuxarı. Şərt doğrudur. Hə, prosta N-in qiyməti bizdə neçə oldu? 0-ı 5-ə böləndə qalır. 0. Nəyi səhv elədi uşaqlar? Bölmədə səhv eləmədik. Ben orada artık şart doğru değil ki. Ay, B-də hər şərt doğru deyil ki, niyə qalxırıq yuxarı? Yox. Və çıxırıq. S-in qiyməti sonuncu qiymət nədir? B-dir. Defə baxaq. A-ya 1 verir, B-yə 2 verir. Ayda bu nə qədər şeydir. Ürəyim ağrıdır. T ilə girirəm bura. Bax, bu T ilə bura girirəm. Birinci bunu eləyirəm. A ilə B. 1 ilə 2 ilə girdim bura. X elədi 3. Y elədi 4. 3-ü də 4-ə vurdu 12. Bax, bura mənə qaytardı 12. B-nin qiyməti bizdə 2, 12 üçün H-a girirəm. 2, 12 üçün. T-nin qiyməti elədi neçə? 13. Y-in qiyməti elədi. Y2 idi, 4. 13 ilə 4 toplayanda 17. Bax, bura bizə verdi neçə? 17. AB üçün T-yə girirəm. AB qiyməti bizdə dəyişməyib ki, yox. 1, 2 ilə T. Bayaq da girdim, 12 almadım burada. Yenə də girim. X-in qiyməti nə olacaq? 3. Y-in qiyməti oldu 4. Bir-birinə vuranda 12. 12 ilə 17-ni toplayan neçə edir? 29. Səhv deyil cavab. Bax, yadından çıxdı. Ay uşaqlar, burada nə deyir? Bax, bu nədir? Sadə olub olmadığını tapır da, düzdür. Elə görən kimi heç şey eləmədi. Burada nə deyir? 3-dən 10-a qədər ədədləri götürəcək. Hansıları burada retron, yəni 0 qaytaracaqsa, onları toplayacaq. Yəni, hansılar sadədirsə, deyir, qalıq. Yəni, if-də, num, bu funksiyanın qiyməti burada hansında 0 qaytaracaqsa, bizə dedi ki, hansı ədədlər 0 qaytaracaq? Sadə ədədlər də. 3-dən 10-a qədər 3, 4, 5, 6, 7, 8, 9. Onu götürmür da. Sadə ədədlərimiz hansıdır? 3-dür, 5-dir, 9-dur. Nəyə deyir? Bunları da deyir topla. 8 ilə 9-u toplayanda 17. Burada səhv deyə bilərəm, amma belə şeydir. Hesablamalarda səhv gedə bilər.
3, 5, 7'ni hesablamadım uşaqlar. Bir dəqiqə. 9 özü də sadə deyil. Mürəkkəbdir. Aa, mənim pis uşaqlarım. 3, 5, 8. Bir də sadə ədəd 7. 8-dən 7-ni toplayanda 15 elədir. Bu görüb bunda səhv yazmadım. 18-də. Yox, bunda səhv eləmərəm. 12-ni 17, 29-dur. 20-yə baxıram. 5-i bura qoydum. Şərt doğrudur, doğrudur. Y-də 10, şərt doğrudur, yox. Bura bizə 7. X-in qiyməti 5-dir. Burada şərt səhvdir. Y də 10-dur. Ənddir deyən burada da səhv oldu. Orada onsuz bizə nə verəcək? False. Ona görə elifə keçirəm. X-in qiyməti 5-dir. Ənddir. Burada şərt səhvdir. Bir dənə səhvdirsə, digər də getdik. Keçdik bu bir elifə. Şərt doğrudur. Burada da şərt doğrudur. Onda TH-ı çapa verəcək. Digərlərinə də baxmıram. 21-ə gəlib çıxmışıq şükür. Deyir ki, N 30'dur, S. S-dən N toplayacaq 70. 10 çıxır, 30 üstünə gəlir. Artma nə qədərdir? 20 artacaq hər dəfə. Düzdür. Heç gəl bunu bir dənə. S-lə N toplayan neçə eləyəcək? 70. Üstə gəlinsin 20. S-dən 20 gəlməlidir bunun üstünə. 20x yazıram da. Şərt burada tərs olmalıdır ki, bu çıxsın. Görüm neçə ilə çıxır burada. 200. 20x də böyük bərabərdir 130-a. N dərəcəsi x yazdım n əvəzinə. Bu da eləyəcək neçə? 6-dan böyük 6-ya bərabər. 130-u böləndə 20-yə nə düşür? 6 tam nə qədər düşməlidir də? Düzdür. Hə, 6-5. Ay, sağ ol. 6-5-dən böyük ədəddə 7. Deməli, bizim dövrəmiz 7 dəfə davam edəcək. Bu isə 7 dəfə yerinə yetiriləcək. Ta yerinə qoyub hər dəfə çıxmadı. 7 dəfə davam edəcəksə, neyniyərəm Rəna? En istəyir. Baxmanız qiyməti 30'dur. 7 Üstünə 7 qoduq gəlir. neçə nə qədər eləyəcək? Burada 7-dən 30 gələndə 210 eləyəcək. Bir dənə də yuxarıdakı 30 var da, düzdür? 140. 240. Bizdə nəyi soruşurdu? Elə enin qiymətini soruşurdu. 240 başa keçin. Sonra HTML kodu hansı web brauzerdə əks olunacaq? Cədvəldir. Teacher və studentdən qalın yazacaq. Getdi. 1 dənə, 2 dənə, 3 dənə sətr olmalıdır. Okay. Sonra yazmalıdır. Jack Sapasino. Burada bir şey var. Yoxdur. Ali Nihat. Ya cavab A variantı olacaq. Yəqin ki, böyük ehtimal. Qoy, amma digərlərinə də baxım da. Hər ehtimala qarşı bir ikisinə də baxaq. Bir dənə məsələn B-də. B getdi. Bu cür qurulmur. Elə cavab A variantıdır. Ali student. Yox, getdi. Elə cavab A variantıdır. 23-ə baxıraq. HTML nə qədər verib burada? 0, 1, 2, 3, 4, 5. Bura B bizə verəcək 0-cı element nədir? 5. Gedir hər dəfə qiymət götürür. 5-dən böyük olanları bərabər eləyir i-yə. 5-dən böyük. I-nin qiyməti, birinci qiyməti 5-dir. 5 5-dən böyükdür? Yox. 8 5-dən böyükdür? Hə? Deyir onda B bərabər olsun i-yə. B bərabər olacaq onda bu dəfə 8-i. Sonra B-nin yerinə 8 yazacağım. I gedib 6-nı götürəcək. 6 5-dən böyükdür? Yox. Sonra 9 8-dən böyükdür? Hə. Onda B bərabər olacaq 9-a. Onun qiyməti 9-dur. 3 9-dan, daha doğrusu 9-dur 9. 3 9-dan böyükdür? Yox. 9 9-dan böyükdür? Yox. Bizdə nəyi soruşur? İndeks B-nin indeksi. Sonuncu dəfə indeksi nə götürmüşəm? 9 iç qarşılaşdığı indeksi verəcəkdir. İç qarşılaşdığı indeks də bizdə neçədir? 9-un ilk qarşılaşdığı indeks. Bax, burada. İndeksi nədir? 3-dür. Cavab elə deməli 3. 24-ə baxıram. Deyir ki, kursiv yazılanları hansılar kursiv yazılıb? Çıx Türkanə. 24.
Kursiv yazılan M tagi kursiv yazılır, bir də I tagidir də. I tagi harda var bizdə? Bir də deyil, burada I tagi var. Deməli 1 və 3. 25-də 26 qiyməti. Uşaqlar, biz burada nəyinsə üstünə LCD 26 ala bilmərəm, amma yenə buradan nəsə eləyə bilərəm. 2x çıxılsın 2 bərabərdir 26-ya. 2x bərabərdir 20. Tərəfə keçən neçə eləyəcək? 28-ə x bərabərdir 14-də. Onda elə giriş qiymətinə verə bilərəm 14. Çünki buradan mən 26 ala bilmirəm zaten. Burada nə deyir? I-nin başlanğıc qiyməti verilib 0, 6-ya qədər. Hər dəfə toplayır da. 0, 1, 2, 3, 4, 5. Bunları cəmləyir. Cəmini toplayanda neçə verir bizə? 3, 6, 10, 15. 15 verilmiş. Maqnit disk, optik disk. Elə CD DVD-lər, bunlar hamısı nələrdir? Optik disk. Elə 2-yə yazıram nə? A. Flash kart, flash yaddaş, SSD, CD-ROMlar getdi, maqnit deyil. Bu disketli maqnitdir, bunlar optikdir. O maqnitdir, optikdir. Buna da getdi Y variantı. Y, A. Vəsə, belə. Qaldı mı nəsə? Nəsə diqqətsizlik eləyə bilərəm. Gecədir, ona görə. Ay uşaqlar, recording gedirdi mi? Yoxsa getmir? Deməm deyəsən. Getmir, deyəsən. Yox, gedir. Bilmirəm, indi baxarım. Hara qədər getdi o qədər. Neyse, gecəniz xeyrə qalsın.